gəlirsiniz. Bura gördüyünüz kimi gözəl bir dekor elədik. Balıqlarımız da burada daha xoşbəxt bir şəkildə yaşayacaqdır. Qumu qalınlaşdırdıq, bitkilər əlavə elədik. Hətta qumun qalınlığını sizə bu formada göstərim. 5 barmaq, hətta 6 barmaq qalınlığında bir qumumuz var burada. Olduqca yetərli olduğunu düşünürəm. Koridor aslanımız da bu qumda daha xoşbəxtdir. Yəni incə qumda durur, lakin əlindəki qum biraz gedənəlidir, indi heç nə olmaz. Əlavə elədim, bu əlimdəki bitkilər o qumda asanlıqla inkişaf edəcəkdir. Üstə elodiyamız var da bu şəkildə vantuza tutduğum burada böyüməyə davam edə bilər. İşığa da daha yaxın olsun deyə, həm də sərgəli görünsün deyə belə bir şey etdim. Əlavə olaraq qılınc quyruqlar əlavə etdik, suyun üst qismindədirlər, yem atmışam. Onlar haqqında tam bir video çəkəcəm sizin üçün ilerleyen zamanlarda. Digər tərəfdə də dəyişikliklər yoxdur. İşığımızdan biraz sizə söhbət edəyək. Bu formada bir işıqdır. Üstünə kiçik dəmir panellər qoymuşam ki, ısıyı tamamen dağıtsın və isinmə çox olmasın. Formada qaldıra bilsin. Dairəvi bir diskdir ki, olduqca işimi görür, bitkilər üçün də olduqca ideal bir işıqdır. Əvvəllər yəni köhnə işığın 500 lüks verərkən bu 1200 lüks verir. Əlimizdəki bitkilər də sadə bitkilərdir. Yəni saz bitkisidir, kriptokorin bitkisidir, elodiya bitkisidir ki, standart düşük işıqda belə böyüyür. Hətta bu kriptokorin 3 yarpaq vermişdi 500 lüksdə. Bunlar dibindəki balaları 500 lüksdə vermişdi. Gördüyünüz kimi 500 lüksdə yenə əlavədən kənarından budaqlar çıxmışdı. Məncə 1200 lüks bunlar üçün çox ideal bir temperatur. Yəni bugünkü videomuzda sadəcə bu akvariumun bu hissəsini göstərmək üçün kameranı açmışdım. Ümid edirəm videomuz xoşunuza gəlmişdir. Gələcək videoda görüşmək ümidiyle.